Salam. Yenə sualımızın izahına baxaq. Dünənki çuğun boruları qapalı otaqda saxladıq ki, yaralıları da ora yığaq cümləsinin təhlilinə aiddir. Cümlədə 4 sifət işlənib. Gəlin sifətlərimizin altından xətt çəkək. Dünənki 1, qapalı 2, yaralıları 3. Deməli 3 sifətimiz oldu. Burada yazılıb 4. Bir yanlışdır. 1 olan variantları çıxırıq. 2. Fərqləndirilən sifət dərəcəyə görə dəyişə bilmir. Söhbət dünənki sözündən gedir və doğrudan da dünənki sözü dərəcəyə görə dəyişə bilmir. İçini götürürük. İsmi xüsusiyyətlərini daşıyan sifət feildən düzəlib. Söhbət yaralıları sözündən gedir. Yaralıları sözünü gəlin kök və şəkilçiyə ayıraq birinci. Yaralıları. Sözümüzün kökü yar feilidir. Yar feilindən yara ismi yaranıb. Yara ismindən yaralı sifəti yaranıb. Lar qrammatik, qrammatik şəkilçidir. Biz sözün hansı nitq hissəsindən düzəlməyinə baxanda sonuncu leksik şəkilçidən əvvələ baxmalıyıq. Yəni l-dan əvvələ baxırıq və görürük ki, yara ismindən yaranıb. Deməli 3 yanlışdır. 3-ü götürə bilmərik. Cavabımız B variantı qalır. Sifətin sualına cavab versə də sifət olmayan söz işlənib. Bəli, doğrudur. Burada çuğun sözündən söhbət gedir. Çuğun material bildirən isimdir. 5. Sifətlərin hamısı quruluşca düzəltməlidir. Gəlin baxaq. Dünənki ki leksik, qapalıda l leksik, yaralıları da təhlil etdik. Deməli 5-ci fikrimiz də doğrudur. Cavab 2, 4, 5 B variantı. Video sizin üçün faydalı oldusa bəyənməyi və kanala abunə olmağı unutmayın.